Birinci sinifi oxuduğumuz müddətdə çox çətin şərait idi. Müharibə illərinin olduğuna görə kənddə müəllim çatışmırdı. Apardığımız kitab dəftəri yaylığa büküb aparmışdıq. Elə bir çətin şərait idi. Ümumiyyətlə 2-ci Dünya müharibəsi vaxtında qalan belə xatirələrdən nələr var? Çörək yox idi. İnsanlar həmisi alayla, cincarla, quşəbbəyi ilə dolanırdıq. Kəpək yemişik, cımıq yemişik. Acından ölənlər çox oldu. Elə ailələr olurdu ki, 2 nəfəri ölürdü, 2 nəfərini bir dənə nərdiyənə qoyub aparıb basırırdılar. Ümumiyyətlə atanı tam xatırlayırsan? Bilinmədi ki, atam orada əsir düşdü, öldü, yoxsa heç bir məlumat olmadı. Həmin vaxtlarda iqtisadiyyat necə idi? Ümumiyyətlə şərait çox gözəl olmuş. İşləmişdilər, zəhmət keçirdilər, amma zəhmətin də haqqını alırdı. Gəlib bir gün pulları ləğv elədilər. Pullar ləğv olanda həmin yıxıldı. Kimin nə var bankda heylədə qaldı, heylədə ləğv oldu. İşləməyən tənbəl adama müharibə dövrü nətərdi, həngən eylədi. O ki tənbəldir, işləmir, acdır, fağır. İşləyən adama iş var. Ki devirdə gənclər təhsili almalıdır, ali təhsili olmalıdır və rahat yaşamaq üçün zəhmət çəkib oxumalıdır. Salam dostlar, kanala xoş gəlmisiniz. Bugünkü videomuz mənim üçün xüsusi və çox dəyərli bir mövzuya olunur. Bugün 93 yaşlı babamla keçmişə səyahət edirik. Onun uşaqlıq illəri Sovet dövrünün əvvəllərinə təsadüf edib. O, çətin dövrlərdə böyüyüb və təhsil alıb, Sovetlər İttifaqının qurulmasına və dağılmasına şahid olub, Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi kimi fəlakətləri yaşayıb, o illərin imkansızlıqlarını görüb və iqtisadi dəyişikliklərin canlı şahidi olub. Bu müsahibədə biz o dövrün təhsil sistemindən, insanların necə dolandığından və Sovet İttifaqı dağılanda bir anda dəyərini itirən əmanətlərdən danışacağıq. Baba, səndən ən keçmiş xatirələrinə doğru getmək istəyirəm. Sənin xatırladığın, yadında olan ən keçmiş xatirənin hansıdır? Mən 1933-cü ildə Orta Zərzi kəndində doğulmuşam. 1941-ci ildə 1-ci sinifə getmişəm. Müharibə illəri ilə ərəfəsində məktəb arada buraxılıb 1946-cı ildə orta məktəbin 3-cü sinifinə daxil olmuşam. 1954-cü ildə orta məktəbin 10-cu sinifini bitirmişəm. Qəşəng ətraflı məlumat verdin izləyicilərə özün haqqında. Gəl, kanal da hazır təhsil haqqındadır, bir səs təhsil haqqındadır. Elə sənin də ilk təhsil illərin haqqında danışaq. Ümumiyyətlə həmin vaxtlarda, yəni 1941-ci ildə məktəb necə idi? Yəni təhsil necə idi? Müəllimlər necə idi? Resurslar varmı idi? Onlar haqqında biraz məlumat versən yaxşı olar. 1941-ci ildə Orta Zərzi kəndində 1-ci sinifə daxil olmuşam. 1-ci sinifi oxuduğumuz müddətdə çox çətin şərait idi. Müharibə illərinin olduğuna görə kənddə müəllim çatışmırdı. Şəhərdən müəllimlər gəlirdi dərs deməyə. Ondan sonra bir müddətdən sonra müharibə 45-ci ildə dayanandan sonra 1946-cı ildə orta məktəbin 3-cü sinifinə daxil olmuşam. 3-cü sinifdə oxuduğumuz müddətdə də müəllimlərimizin 80%-i şəhərdən gələn müəllimlər oldu, yerli müəllimlər yox idi. Sonralardan yerli müəllimlər oxuyub gəldilər məktəbdə müəllimlik eləməyə. 1954-cü ildə orta məktəbin 10-cu sinifini bitirmişəm. Biz oxuyan vaxtlarda dərs ləvazimatı çatışmırdı. Kəsadlıq idi. Məktəbə apardığımız kitab dəftəri yaylığa büküb aparmışdıq. Elə bir çətin şərait idi. Müəllimlər də şəhərdən gələn müəllimlər vardı. Özümüzün Orta Zərzi kəndindən Yusubov Əhməd müəllim idi. Yaqub müəllim, Əzimov Yaqub müəllim məktəbin direktoru idi. Kənddə bir neçə müəllimlər var idi, iştirak eləyirdi. Qalanları isə şəhərdən gəlirdi. Oxuduğumuz müddətdə 10-cu sinifdə 17 nəfər şagird idik. Hal-hazırda 17 nəfər şagirddən bir dənə mən qalmışam. Qalanları həmsi dünyasını dəyişib. O, bəs ilk müəllimi xatırlayırsan? İlk dəfə müəllimimiz 1-ci sinifdə müəllimimiz olubdu Musa müəllim və Yusubov Əhməd müəllim. Musa müəllim məktəbin direktoru idi. 1-ci sinifdə oxuyanda 41-ci ildə. Yusubov Əhməd müəllim də zavuş idi. Sonra Əhməd müəllim müharibəyə getdi. Musa müəllim də öldü. Sən məktəb sizdən uzaq olub yoxsa yaxın? Necə gedibsiz? Məktəbimiz yaxın idi. Kəndin özündə idi. 10 nömrəli məktəb idi. Hal-hazırda da həmən məktəb durur. Vaxtı ilə həmən məktəb rayonun bütün kəndlərindən yeganə
məktəb idi ki, bizim kənddə orta məktəb var idi, 2 mərtəbə. Yaxşı göstərici idi o devrin şəraitinə görə. Hal-hazırda da həmin məktəb durur, remont olundu. Həmin məktəbdən də istifadə olunur. Bəs o həmin məktəbə uzaqdan gələnlər var idi? Qonşu kəndlərdən həmin məktəbdə gəlib oxuyurdular. Orada qalmaq şəraiti də var idi. Orada oxuyurdular. Həmin məktəbin birinci etajında yataqxana kimi istifadə edirdilər. Məktəbin bufeti var idi. Onlar orada ərzaqla qidalanırdılar öz hesablarına. Bir də biraz əvvələ qaydaq. Ümumiyyətlə 2-ci Dünya müharibəsi vaxtında qalan belə xatirələrdən nələr var? 41-45-ci illərdə kənd şəraitində vəziyyət acınacaqlı idi. Çörək yox idi. İnsanlar həmsi alayla, cincarla, quşəbbəyi ilə dolanırdıq. Kəpək yemişik, cımıq yemişik, suluf yemişik. Elə çox bitəri həyat keçirmişik. Aclıq illəri, müharibə illəri, gündə bir dəfə yeyirdik. Elə gün ordu, gün ötürürdük. Elə gün ordu 2 dəfə yeyirdik. Yox idi də, yox idi. Aclıq ili çox ağır keçirdi. Acından ölənlər çox oldu. Ailədə 5 uşaq idik. 5 uşağın 5-ini də anam nə ilənsə qidalandırdı. Heç birinə xəstələnmədi, heç biri ölmədi. 5-i də sap-basaq müharibənin axırına kimi anam o uşaqlara baxdı. Allah rəhmət eləsin, çox möhkəm çalışıb, zəhmət çəkib o 5 dənə uşağa baxıb əmələ gətirdi. Ta ki çörəyə çatdırdı. 1941-ci ildə 1-ci sinifdə oxuyanda mənə kəndimizdə bir ziyafət var idi. Qız 2 nəfər idilər, 2 bacı. Birisini gecə çovğunda canavar yedi çayçı qabağım. Gecə soğuqda sarayda qalıb. Biri də hal-hazırda yaşayır. Elə ailələr olurdu ki, 2 nəfəri ölürdü, 2 nəfərini bir dənə nərdiyənə qoyub aparıb basdırırdılar. Bastırmağa kişi xeyli adı yox idi. Arvadlar aparıb bastırırdı. Müharibə illəri elə ağır vəziyyət oldu. Həmişə əvvəl səndən soruşanda atan haqqında danışırdın. Deyirdin ki, 7 yaşında görmüsən ən axırda. Ümumiyyətlə atanı tam xatırlayırsan yoxsa? Mən demək 33 təvəllüdəm. 41-ci ildə atam geyib. Atam geyən vaxtlarsa 8 yaşım oldu. Atamı yaxşı xatırlayıram. Gedəndə də xatırlamışam, yadımdadır. Gedən müddəti, ili. Özdə müharibə devri atam əskərə Şəkidən Yevlağa kimi piyada geydi. Atama Paveska gəldi. Paveska gələn, günüz gələn vaxtı atam işdə idi. Araba ilə ot gətirdi. Boşaltmağa qoymurdu kənd soveti ilə. Ki, bu saat gedəcək. Yanında durub, otu boşaltdırıb aparıb getdilər Şəkiyə, Qazarmaya. Oradan da səhər ertə Pramoy 80 kilometr yolu piyada Yevlağa apardılar. O vaxtı maşın yox idi, kasad idi. Yevlaqdan poyezlə getdilər. Bəs bilirsən hara gediblər yoxsa onu deməyiblər? Yevlaqdan məktub yazdı ki, biz geyirik müharibəyə. Deyirlər ki, Xarkova geyirsiniz. Xarkovda ora getməkdə Xarkovu nemeslər bir dəfə də aldılar Xarkov. Bilinmədi ki, atam orada əsir düşdü, öldü, yoxsa necə oldu o barədə heç bir məlumat olmadı, bu günə kimi də yoxdur. Bəs ailədən başqa kimlər getdi? Bizim nəsildən bildiyim qədərdən çox bu gedən oldu, belə qayıdanlar oldu. Harbiyə çox. Bir əmim getdi, bir əmimin 3 oğlu, 4 oğlu getdi. 3'ü qayıtdı, biri öldü. Birinin 2 oğlu getdi, heç gəlmədi. Birinin 1 oğlu getdi, gəlmədi. Xalamın 4 oğlu əskərə gedib, heç biri qayıtmadı müharibədən. Müharibə çox acınacaqlı devir keçirdi. 41-45-ci il çox ağır il olubdu Azərbaycanda. 1954-cü ildə orta məktəbin 10-cu sinifini bitirmişəm. Bitirəndən sonra mən 1956-cı ildə Zaqatala Kənd Təsərrüfat Texnikumunun Zootexnika fakültəsinə daxil olmuşam əyani olaraq. 1959-cu ildə məktəbi qurtarandan sonra hərbi xidmətə getmişəm 3 illik. Getdim hərbi xidmətə, Ukrayna Respublikasında hərbi xidmət keçirmişəm. Əskərlik elədiyim müddətdə yaxşı əskərlik elədiyimə görə qulluq elədiyim Çasdan Şəki rayon voyankomatına məktub gəlmişdi ki, bu adam yaxşı suluş elədiyinə görə onu kəndin ümumi iclasında müzakirəyə qoyub ona təşəkkür eləyəsin.
hərbidə olduğum müddətdə yaxşı göstəricilərim oldu. 11 dənə qramotam oldu 3 illikdə. Hal-hazırda da durur qramotam. Отличный значокlarım oldu. Həm şaniyələrdə iştirak eləyirdim. Hərbi xidmətdən gələndən sonra 1962-ci ildə kolxozda ferma müdiri vəzifəsinə təyin olunmuşam. İşlədiyim müddətdə yaxşı iş üsullarım olduğuna görə mənə 1967-ci ildə 100% hesabı ilə putyovka verdilər. Təmənnasız Sovet hökumətinin 15 respublikasının 13-də gəzmişəm, turist olmuşam. Bundan sonra 1965-ci ildə Gəncə Kənd Təsərrüfat İnstitutunun zootexnik fakültəsinə qəbul olmuşam. 71-ci ildə həmən məktəbi qurtarıb alim zootexnik diplomu aldım. Bəs baba həmin vaxtlarda iqtisadiyyat necə idi? Yəni gənclik vaxtlarında işləyirdinmi, necə pul qazanırdın? Kənd təsərrüfatında, kolxozda işləyirdik. İşlədiyim müddətdə az maaş alırdıq. Pensiyada 43 illik stajından pensiyaya çıxmışam. Bildiyim qədərilə bizim kolxoz digərlərindən baxanda daha qabaqcıl olub, daha iləridə olub. Bəs sənin də orada vəzifən olub da. Siz necə eləmisiniz? Yəni necə fəaliyyət göstərdiniz ki, belə üstünlük var idi? O vaxtı kolxoz müharibədən sonra kolxozda bizim kolxoz Lenin adına kolxoz sayılırdı. Və müharibədən sonra tez müddətdə cəmaət çörəyə çatdı. Kolxoz yaxşı inkişaf elədi, çörək oldu. Kolxoz vaxtı cəmaət qəşəng kütləvi yeyirdilər, hamıya qəşəng dolanırdı. Ailəliğindən işləyirdilər, qurd götürürdülər, tütün götürürdülər, barama qurdu və hamısı da qəşəng çörəklənmişdilər, varlanmışdılar. Hamısı evlər, kənddə evlərin tikilməsi, şərait hamısı onunla əlaqədar oldu. Kolxozumuz yaxşı qabaqcıl kolxoz idi. Həmişə qabaqcıl kolxoz olub, axıra ki. Bəs kolxoz vaxtından qalan dostlarından, iş yoldaşlarından kimdən xatırlayırsan? Xatırladıram. Şanxay vardı, Sabir var idi, Nəsif var idi, Xalter Nazim var idi, kolxoz sədri Rəşad var idi, kolxoz sədri Ələkram var idi, kolxoz sədri Fətullah var idi, kolxoz sədri Mustafayev Sədrəddin var idi. Sonra kolxoz sədri Məsimov Abdüləli olub. Devirdə vaxt sədrlər dəyişlənirdi. Kolxozlarda da yeniliklər olurdu. Cəmaətin şəraiti, güzaranı çox qəşəng idi. Bəs deyirdin ki, tütün alırlar, barama qurdu alırlar və s. kimi işlərlə məşğul olurlardı. O proses nə tər olurdu ümumiyyətlə? Barama qurdu götürürdük. Mən özüm barama götürüb 200 kiloqram barama vermişəm. 2 ton 700 quru tütün vermişəm. Mənlə bərabər həmsi heylə hələ ən orta tütün verən mən idim, 5 ton, 4 ton tütün verən kolxozçular var idi. Cəmaət o tütünlə dolandılar. Sortlara verirdi, əmək qalırdı, buğda alırdı, pul alırdı. Ümumiyyətlə şərait çox gözəl olmuş. İşləmişdilər, zəhmət keçirdilər, amma zəhmətin də haqqını alırdı. Heç kəsin zəhməti itmirdi. Zəhmət haqqını alırdılar, tikirdilər, maşın alırdılar, şərait yaxşı idi. Dedin ki, bir çox təsərrüfatlarda çalışırdıq eyni anda. Həm işdə çalışırdınız, həm ailəcə təsərrüfatla məşğul olurdunuz və deyirdin ki, hamının da vəziyyəti artıq yaxşı idi, evlər tikilirdi və s. Bəs siz ailə olaraq ümumiyyətlə pulu harda saxlayırdınız? Yəni nəsə mülk alırdınız, yoxsa hardasa saxlayırdınız? Necə oldu? Kolxoz vaxtı o devirdə mal verirdin, əmanətə keçirdirirdilər. Tütün verirdin, əmanət kassasına keçirdirirdin. Barma verirdin yenə, çünki nağdı pul vermirdilər. Keçirdik əmanət kassasına. Gəldi əmanət kassasında bir kassada pullar yığıldı. Gəlib bir gün pulları ləğv elədilər. Pullar ləğv olanda həmin yıxıldı. Kimin o vaxtı 2 milyon 250 min adamın əmanət kassasında pulu vardı. Pulum var deyə maraqlanırdım o vaxt. O pulları Milli Məclis müzakirəyə qoydu, götürdü. Axırda 5% vermək şərti ilə prezident qərar verdi. Qınışqada olan pulun 5%. O da 91-ci ilə kimi əmanət kassasında kimin nəyi var isə onun 5%-ni verdilər. 92-dən sonra onlardan bir qəpik də vermədi. Kimin nə var bankda elə də qaldı. Elə də ləğv oldu. Çünki 92-ci ildən sonra inflyasiya oldu. O pulları gəldi, pullar dəyərdən düşdü. Amma 91-ə kimi olan pullar dəyərdə idi.
Ona görə onun 5%-ni verdilər. Mənim 100 min pulumdan mənə 5 min pul verdi. 95 mini getdi. 92-dən sonra olandan bir qəpik də vermədilər. Deyirdi, ha vaxt sən deyirdi ki, 2 qəpikdən gəl hesabla al. 2 qəpik, 1 manata 2 qəpik. Zayomlar vardı, qızıl zayomları pula keçirdilər. Onlar da batdı. Heç şey də vermədilər onlar da. Bəs indi müstəqillik illərimizdə, yəni müstəqillik alındı, bəzi bir neçə il keçdi və daha sonra artıq inkişaf başladı. İndi isə artıq daim inkişafa doğru gedirik. Ümumiyyətlə həmin proses necə oldu və ya indi ilə o həmin əvvəlki dövlətdə, idarə etmədə hansı cür yaxşılıqlar, inkişaflar getdi? Dövlət müstəqilliyə keçəndən sonra bir müddət vəziyyət, cəmaətin vəziyyəti yaxşı olmadı, amma sonradan həmsi müstəqilliyin hər kəsin torpaqlarını verdilər özünə, hər kəs özü ekdi, saçdı, satdı. Sonra şərait gəldi, yaxşılaşdırdı. Hal-hazırda kənddə ən azı 70-80 dənə maşın var. O həmsi yaxşı şəraitə görə əldə olunan maşınlardır. Onun şəraiti, qazancı olmasa hər halda maşın ala bilməzsə. Yaxşı idi, güzaranlar yaxşıdır, dolanacaq yaxşıdır. İşləyən adama, işləməyən tənbəl adama müharibə dövrü nətərdir, həngən eylədi. O ki tənbəldir, işləmir, acdır, fağırdır. Çünki işləmir, tənbəldir. İşləyən adama iş var. Son olaraq isə biz gənclərə işdə, təhsildə ümumiyyətlə nə tövsiyə vermək istəyirsən? Ki dövrdə gənclər başa düşməlidir, oxumalıdır, təhsili almalıdır, ali təhsili olmalıdır və rahat yaşamaq üçün zəhmət çəkib oxumalıdır. O adam ki ali təhsili var, savadı var, yaxşı mütəxəssisdir, ona iş yeri də var, dolanacaq da var, çörək də. O ki tənbəldir, tənbəl də müharibə devi kimi fağır yaşayır. Sən həm keçmişindən danışdıq, həm Sovet dövründən, kolxozdan, həm bank ditən pullarından, bu gələcəkdən, yəni gənclərdən də danışdıq. Çox sağ ol. Yaxşı oldu ki, ümid edirəm ki, davamı da gələcək ki, həm mən yəni gəlib sənin yanında nəsə hekayələrdən soruşanda və s. çox belə heyranlanırdım. Bu YouTube kanalda əslində yaxşı bir təşəbbüs oldu ki, həmin hekayələri artıq hər kəslə paylaşmaq daha asan olar və düşünürəm ki, bu özdə artıq hər kəsə real bir keçmiş haqqında məlumat vermiş olacaq. Yəni tarix kitablarında oxumaqdan əlavə bir reallığı göstərməyə kömək olacaq. Sağ olun.